Topol Əsgər Liqasında gününə olan son qarşılaşma Güllücə komandası ilə Lokomotiv komandası arasında baş tutur. Lokomotiv komandasının heyəti belədir. Qapıda Akşin, ondan önce də Kamran, Ayxan, Eldar, Tariyel, Zaur, Nail. Güllücə komandasının heyəti belədir. Vüsal qapıda, ondan önce də Orxan, Ramiz, Raul, Asif, Mamed, Asif, Elnur. Ramiz imkan vermir. Zaur. Mənə bax, Xəlqa, 3 nömrə Nəcəf deyildi, onun adını indi başqa adı yazıblar bura. Bir dənə soruş. Qaldı, mən onun adını 4 oyun, indi kimi Nəcəf demişəm, değil mi? Vallahi hamısına Nəcəf yazmışsın. İndi Hüseyin keçməyə çalışdı, Orxan imkan vermir, Raul. Sol cinahə Ramiz. Cinahə dəyişir Mamed. Bu yan xəttə yollayır, toxunuş var idi. Asif. Qapıya zərbəsi. İmkan vermir. Eldarın zərbəsi. Top qapıdan aralı keçir. Tariyelin pressingi var. Mamed topu ayağında saxlamağı bacarır. 2 nəfəri keçir. Lakin sonda Eldar topu onun ayağından qapı xəttinə yollayır. Qapı qarşısına ötürülmə. Ramiz toxuna bilmədi. Tariyel. Ötürməsi. Nail. Ötürmə qapı qarşısına Hüseyin. Çevrilə biləcəkmi? Zərbəsi. Vüsal. İmkan vermir. Onun üçün elə zərbələr çətin sayılmır. Hüseyin. Almağı bacarır. Ötürməsi. Eldara. Eldar. Ona qarşı çubuqluq var idi zənnimcə. Hüseyin'den zərbə gəlmişdi. Asif. Raul. Ötürməsi Orxana. Orxan. Ramiz. Keçir rəqibini ustalıqla. Ötürməsi zərbə və qol. Asif fərqlənir. İlk gol Güllücə komandasından gəlir. Hesab 1-0 olur. Lokomotiv komandası 0. Güllücə komandası 1. Vüsal. Qapıdan zərbə olacaq. Raul. Asif. Keçir rəqibini. Zərbəsi az fərqlə qapıdan yan keçir. Uzaq 2-cü nişan almışdı. Şamildir qapçı. Orxan. Vüsal oynadı. Vüsal. Mərkəzə Ramiz. Sağ cinahda boşluq var. Elə də görür, lakin Naib imkan vermir. Hüseyin. Ötürməsi. Tariyel.
Sahiblənə bilmədi. Orxan söküb alır rəqiblərindən. Ötürməsini də edir. Asif, geriyə Vüsal. Gözlə. Raul cinayı dəyişir. Ramizi yaxşı gördü. Ramiz ötürməsi imkan vermir. Şamil. Hüseyin. Ötürmə Tariq. Yenidən Hüseyin. Zərbə. Bunun öz zərbə idi. Aşırtma desən, aşırtma deyil. Zərbə desən, o qədər qüvvətli deyil. Ötürmə desən, komanda yoldaşlarına heç kimsə yox idi. O zonada. Zaur sıyrılır rəqibindən. İkincisindən də topu gövdəsi ilə qazanır. Ötürməsini də eləyir. Hüseyin, Tariq. Qapıya zərbə. Qapıdan yan keçir. Üçüncüdən zərbə. Tariq. İmkan vermədi. Rəqibi. Yan xəttdən idi Naib. Topu hərəkətliliyi qazandıracaq Lokomotiv İmişli komandası adına indi Tariq. Zaurla oynadı. Zaur. Ötürməsi. İmansızdır. Orxa. Raul. Ramiz çevrilir. Hərəkətlidir topla. Keçir bir-bir rəqiblərini Naib. Sonuncu rəqibi olur ki, keçsə bilmir. Ötürməsini verir. Tariq. Yenidən Naib. Zərbə indirmək olar. Ötürməni etir. Hüseyin. Gecikirlər. Qarşısına kimi gəl. Zərbə indirmə. Zaur. Əla. Sürüşmə fəndi ilə top komandasına qazanmışdı. Tariq. Ötürmə. Ayxan. Topa sahiblənə bilmədi. Asif. Cinayı dəyişmək olar. Mamed var idi, lakin Naib mən buradayam deyir. Ötürməsini də deyir. Tariq. Keçir. Sürətlidir toplar. Ramizə kimi. Hüseyin. Zərbəsi. Qapçı. Çətinlik belə çəkmir. Ötürmə qapı qarşısına Naib imkan vermir. Müdafiənin dayağı vəzifəsindədir hal-hazırda. Mamed ötürmə. Yenə də Naib. O mövqedə Naib olmasa çox səhvlərə yol verə bilər Lokomotiv komandası. Ötürmə qapı qarşısına Şamil qarşılamışdı. Elə dedi. Şamil indi özü irəliyir. Ötürməsini də verir. Hüseyin. Cinayı dəyişmək olar. Tariqin zərbəsi. Vüsal imkan vermir. Təkrar zərbə etmək olar. Ayxan. Tariqin zərbəsi. Təkrar zərbə yenə də gəlmişdir. Yenə də Vüsal imkan vermir. Orxan. Zərbə indirmək olar. Orxanın zərbəsi və qol. Orxan fərqlənir. Hesab 1-1 olur. Zaurun qolundan sonra. O cürünə gözəl qol vurasan, adın şəxsi tərəfindən səhv deyilər. Çox bu oyunu qeydə alır hakim. Topun arxasında Asif var. Buraxır zərbə Ramizdən.
Top canlı sədə dəyərək yan xəttdə meydanı tərk edir. Mamed birbaşa qapını düşünmüşdü. İmkan vermir. Qapıcı. Asif geriyə Mamed. Mamed dürməsi. Toxunuş da yox idi Ayxana. Tariyel keçir rəqibindən. Mamed imkan vermir. Asif ötürməsi. Ramiz keçir qapısını da. Zərbəsi Eldar. Təkrar zərbə. Şamilə toxunuş var idi. Eldar boş qapıdan topu çıxardır. Tariyel əks-düzüm şansı Lokomotiv komandası üçün. Rəqib azlıqdadır, tələsmək lazımdır. Hüseyin belə topları itirmək olmaz. Tariyel Əla görür Ayxan. Çevrilməyə çalışır Orxan. Qarşı Çobuda oynamışdı zənnimcə. Mayib başladı Ramiz. Mamedin ötürməsi. Eldar ötürməsi. Tariyel hərəkətli deyildi. Topda bir qədər sürətli idi. Hüseyin 2 nəfərin əhatəsindən çıxmağa çalışsa da Elnur ötürməsini verir yerində. Zərbə gələcəkmi? O zonada komanda yoldaşlarına heç kim yox idi. Elnur'un zərbəsi imkan vermir. Qapıcı Şamil. Güncdən zərbə. Elnur, Ramiz. Yenidən güncdən zərbə olmalıdır. Ötürmə, Elnur'un zərbəsi. Şamil bu dəfə də imkan vermir. Orxan. Qapıya zərbə. Şamil. Yeni də uçmuşdu topa. Time out. Time out bitir. Oyun qaldığı yerdən davam edəcək. Şamil'in qapıdan zərbəsi ilə. İləri doğru ötürmə. Tariyel. İmkan vermirlər. Orxan idi imkan verməyən oyuncu. Birbaşa qapını düşündü Vüsal. Heç bir çətinlik çəkmir. Eldar, Tariyel. Orxanla mübarizədə qalib ayrıldı Ayxan. Topsuz qalır. Komandasını da topsuz qoyur. Sal. Ötürməsi. Yaxşı görür Ramizi. Elnur. Ramiz. Ama Maib imkan vermir. Ramizin zərbəsi. İmkan vermirlər. Zaur. Top uzaqlaşır. Yox. Ayxan topu uzaqlaşdırmalıdır. Elə də edir. Tariyel. Top da öncəydi lakin. Orxan olmasaydı. Eldar. Ayda pozulduğunu iddia edir hakim. Qapıya zərbə Tariyeldən. Qapıya düşməyi bacarmır. Sal. Elnur'la oynadı Elnur. Ramiz. Elnur. Orxan imkan vermir Tariyel. Böyle məhzonun uzundan yan xalqlar meydanı tərk edir.
Çevrildi Ramiz. Zərbə və gol. Raul fərqlənir. Hesab 2-1 olur. Minimal hesabla Güllücə komandası öndədir Lokomotiv İmişli komandasıyla qarşı. Ayxan. Atsa atmır. Mamed. Elnur. Çevrilir zərbəsi və gol. Əla bir gol gəlir. Hesabı 3-1 olur. Hər dəqiqə bir gol. İndi Naibin zərbəsi və gol. Gollar ardıcı gəlir. Mamed. Zərbəsi və gol. Ramiz gol vurur. Elnur. Ramiz. Ramiz. Keçir rəqiblərini. Heç nə yoxdur. Qalxmaq lazımdır. Ramiz. Mamedin zərbəsi imkan vermir. Yapılsı. Əks hücum ola bilər. Tariyel topladı indi. Tariyelin zərbəsi. Qalxı çərçivəsinə yetmir. Orxan. Sinaya dəyişir. Mamed oradadır. Topda da öncədir. Qapıya zərbəsi. Zaur. Tariyel. Geçmeye çalıştı. Orxa. Ahmet. Elnur topladı. Ramizə. Pasını verir vaxtında Orxa. Orxan keçir. Özündən çox önə buraxır. Şamil. Bir doğru ötürmə. Hüseyin ötürməsini verir Ayxan. Ayxan bu nə zərbə idi. Zərbə Tariyeldən. Bax, üçün çatın bir. Ama olmadı. Hakim görüşü bitirir. İkinci hissəsini bitirir. Komandalar fasiləyə yol. İkinci hissə başladı. Raul. Saxladı komanda yoldaşı üçün zərbə verilməyə imkan vermədi. Zaur. Raul. Ramiz. Ötürmə. Elnur'un zərbə vurmaq istəyi baş tutmur. Zərbə Orxandan qapının üzərindən meydanı tərk edir. Ayxan. Ötürməsini də verir. Zaur. Ötürməsi. İmkan vermirlər. Tariyelin topa toxunmağına. Naib Hüseyin. Ramiz topunla almaq bacarır. Keçir də. Qapçı yerindədir Şamil. Özü irəliyir. Rəqibə aid olan hissəyə doğru hərəkətdə idi. Klasika göstərmək hələ ki lazım deyil Lokomotiv komandasına. Çünki hesabda gəlir zərbə. Top qapının üzərindən meydanı tərk edir. Tariyelin zərbəsi idi bu. Zərbə!
akrobatik idi Ramizin. Şamil bu zərbəni qolla nəticələnməyinə imkan vermir. Usal Mamed Orxan Racing var Lokomotiv komandasının. Elnur'un zərbəsi qapı diri xilas edir Lokomotiv komandasını. Qapıdan zərbə olacaq. Şamil irəli doğru ötürmə. Hüseyin topda. Öncə olsa belə Üsal imkan vermir ki topu götürsün. Səsküyü yaradaraq Hüseyin'i saç-baş salır. Raul Elnur Mamed Mamed'in zərbəsi imkan vermir Eldar. Elnur estetika göstərir ötürmələrində, zərbələrində. Ramiz sağ cinahla irəliləyir, ötürməsi qapı qarşısına. Naib imkan vermir, top yan xəttlə meydanı tərk edir. Raul ötürmə Mamedə qüvvətli zərbə indirə bilər. Zərbəsi yerlə alınmışdı. İmkan vermədilər. Top rəqib qapısına gəlib çatır. Sağ ötürməsi Şamil öndədir. Zavur imkan vermedi indi. Tariyel topladı. Eldar 50 oyun. Orxan Hamid Elnur imkan vermir Tariye 2-2'dirlər. Zərbəsi imkan vermirlər. Orxan idi rəqib oyunçu. Alır rəqibindən. Zərbəsi qapıdan yan keçir. Saxlarsa yox, qapı bağlar. Yaxşı. Saxlar. Neyse bu da eli belli. Ha? Bildiğimin olsun. Çorda olan dışarı. Başlayabilirsin. Ramiz zərbəsi imkan vermir. Yavaş yavaş. Topun arkasında Elnur var. Fit səslənir. Ötürmə Ramiz Elnur. Mamed'in zərbəsi. Top qapının üzərinə meydan tərk edir. Dərhal başlamaq lazımdır. Çevirdilər. Başlamalıdır artıq. Çox gecikdirdi Şamil. Eldar
imkan vermədi öz gövdəsi ilə. Topu rəqibdən çıxmağına fürsət yaradı. Tariyev, Ayxa. Zərbəsi, Orxan imkan vermir. Tariyev düşünmək olar. Elnur topu ondan söktü aldı. Estetika göstərdi. Zərbə Hüseyndən, küncdən zərbə. Oyun qaldığı yerdən davam edir. Tariyev. Dürmə etmək lazımdır, itirir topu. Əks hücum ola bilər. Zaur. Təş qalıb. Vaxtında bağlayırlar zərbə. Qapıdan keçirə bilmir. Ramiz. Dərhal başladılar. Tarih. İndi rəqibi azlıqda yaxalayıblar. Lokomotiv komandası ötürməsi verir Hüseyin. Qüvvətli də bir ötürmə deyildi ki, topu ayağında saxlaya bilməsin. Öz səhlənkarlığından hücum ünvansız alınır. Nəticə vermir. Belə səhvlərə yol vermək olmaz. Lokomotiv komandası adına. Mamet. Ötürməsi. Komanda yoldaşlarına heç kim yox idi. Hüseyin zərbəsi və gol! Hesab 4-3 olur. Raul. Qapıya zərbə indirmək olardı. Ramiz, Raul. Qapıya zərbəsi. Zaur imkan vermir. Şu görür Mamet. Zərbəsi. Ayxan. İmkan vermir. Əla uçur Şamil. Hardan hara. Zərbə. Zaur. Hasar çəkib sanki müdafiənin önünə. İndi tarihi elə küncündə yaxaladılar. İtirir topu. Sal. Ramiz. Ramiz. Ötürməsi. Elnur'un zərbəsi. Yenə də Şamil imkan vermir. Sinə ilə saxladı. Ötürmə Elnur. Raul'a imkan vermirlər. Çıxdı o mövqeydən. Əks hücum ola bilər. Hüseyin. Ötürməsi. Ayxan topa öncə çatır. Saxlayır Tarih üçün. Tarih ötürmə keçmir. Hüseyinə gəlib çatır top. Hüseyinin zərbəsi. Ayxan. Raul, Mamet. Mamet'in zərbəsi. Zaur imkan vermir. Şimdi Hüseyin topda öncədir. Tarih. Bitirmək olmaz belə topları. Qalib gəlmək istəyirlərsə, ən azı bərabərə qalmaq istəyirlərsə. İndi Vüsal topladı. Ramiz. Zərbəsi və gol!
Hesab 5-3 olur. Ötürmə Hüseyin. Topu düz onun olduğu yerə göndərmişlər. Tək toxunmaq lazım idi. Qapıya istiqamətləndirmək lazım idi. Hüseyin bunu bacarmadı. Asif. Ötürməsi. Qarşısını kəsir Zaur. Orxan. Raul. Şimdi top itirirlər. Zərbə Eldardan. Çox tələsir. Çox tələsir. Belə səhvləri əldən vermək olmazdı. Raul. Naib oradadır. Şimdi Zaur. Zaur'un zərbəsi. Toxunuş da yox idi. Asif. Sıyrılır Hüseyin'den. Öldürməsini də verir. Şimdi Ramiz. Naib yerindədir. Ramiz. Elnura saxlayır ötürməsi. Az qalsın avtoqolla nəticələnəcəkdi. Şamil. Rəqibə aid hissəyə daxil olur Şamil. Zərbəsi. İmkansız olunur indi. Naib topu. Çatmışdı öncə də. Orxan. Gəlir yerinə mövqeyinə indi Ramiz. Zərbəsi və gol. Hesab 6-3 olur. Telefonun vaxtı. Qapısı artıq meydandadır. Qapıya Eldar daxil olub. Şamilin əvəzinə Zaur topladı. İtirir. Ramiz. Ötürməsi, zərbə və gol. Elnur fərqlənir. Hesab 7-3 olur indi Şamil. Zərbəsi. Fərqlə top qapıdan yan keçir. Raul, Ramiz, Zaur imkan vermir. Ayxa, topda öncədə Hüseyin, yenə də topu itirir. Dibində bir gol var Hüseynin. Şimdi Ramiz. Ötürməsi, Raul'un zərbə və yenə də Elnur fərqlənir. Hesab bir qədər də atır Gülüzə komandasında. Mamid. Zərbə, Eldar imkan vermir. Uzaqlaşdırırlar topu. Elnur. İndi Tariyel Orxan topa ondan öncə çatır. Tabanla ötürməsi sağ. Mərkəzə Elnur. Ötürmə Mamed boşda zərbə. Top qapının üzərindən meydanı tərk edir. Dərhal başladılar. Lokomotiv komandasının oyuncuları indi Naib topladı. Ötürmə geçmir. Şamil. Yavaş. Kiminmiş? Topun arkasında Zaur var, indi nə edəcək? Qapıya zərbəsi. Müsal yerindədir. Zaur topdan öncədir. Yerə doğru ötürmə. Tariyev topa çatır. Hüseynin zərbəsi. Ünvansızdır. Oyuna son dəqiqələr bitməyinə. Asif.
Asir topladı. Keçdi rəqibini. Zərbəsi, qapı tiri. Çox təhlükəli bir zərbə idi. Haqqını vermək lazımdır. Həqiqətən Güldüzə komandasının heyətində demək olar ki, bütün oyuncular texnikaldır. Raul. Sağ. Asif hərəkətlənsə, bəlkə də çata bilərdi. Zaur. Gidirlər topu. Raul. Mamedin zərbəsi və qol. Hesab 9-3 olur. Yaxşı dirənmişdi Lokomotiv komandası. Şamilin qapıda yoxluğu açıq aydın bilinir. İndi zərbə. Qapçısa. Ayxan idi zərbəni indirən futbolçu. Asif. Rami. Zaur imkan vermir. Ötürməsini deyir. Geçməyə çalışır. Nur. Çətin mövqedən Elnur. Ötürməsi. İndi Elnur. Ötürmə və qol. Əla bir paslaşma. Əla bir qol gəlir Orxandan. Hesab 13 olur. Qapını növbə ilə dəyişirlər. Ahmet. Zərbəsi. Zaur imkan vermir. Tək qapı gedir sanki oyunda. İndi Ramiz. Götürməsi. Zərbə Ahmetdən. Onlar imkan vermir. Ramiz. Asif. Ötürmə Ramiz. 11 tuş oynayırlar sanki rəqib qapısında. Və Asif fərqlənir. Hesab 11-3 olur. Oyunda sonuncu dəqiqədir. İndi Ayxan zərbəsi məyus edir. Üsal Ayxanı. Ayxanın timsalında da Lokomotiv komandasını. Hüseyin zərbəsi qapıdan aralı keçir. Asif. Üsal. Üsal fərqlənməlidir. Zərbəsi. Az qalsın. O da fərqlənəcəkdir. Səhv etmirəmsə qol vurmayan elə. O qalıb. Elnur. Ramiz, Elnur, Orxan. Orxan topladı. Hakim görüşü. Bitirmir hələ. Hakim görüşü çıxarır. Bu 3 dəqiqə keçmədi. Davam etdirir. İndi Ramiz. Mamedin zərbəsi. Zaur imkan vermir. Şamil. Top çıxmıyor. Ötürmə. İmkan vermir. Zərbəsi. Axır 2 görüşü bitirir. Hər iki komandaya növbəti oyunlarda uğurlar.